Yüzlərlə sürücü Rusiyaya keçmək üçün növbə gözləyir. Samur gömrük buraxılış məntəqəsində 10 günə yaxındır ki, nəqliyyat vasitələrinin kilometrlərlə uzanan tıxacı yaranıb. Sərhəddə avtomobillərin məhdud sayda buraxılması sürücüləri çətin vəziyyətə salıb. Bəs səbəb nədir? Problem nə vaxt həll ediləcək? Suallara əməkdaşımız Cəfər Talıb aydınlıq gətirməyə çalışıb. Artıq bir neçə gündür ki, Samur buraxılış məntəqəsinin qarşısında yük avtomobillərinin uzun növbəsi yaranıb. 2000-ə yaxın nəqliyyat vasitəsi Rusiya Federasiyasına keçəcəyi günü gözləyir. Günlərdir yük avtomobilləri Azərbaycan və Rusiya Federasiyası sərhədində yerləşən Samur gömrük buraxılış məntəqəsindən sərhədi keçə bilmir. Sürücülər 10 günə yaxında kilometrlərlə uzanan tıxacda qaldıqlarını bildirirlər. Gömrük postundan nəqliyyat vasitələrinin məhdud sayda buraxılması sürücülərə çətinlik yaradır. Onlar daşıdıqları yüklərin xarab olmaq təhlükəsi ilə üzləşdiyini deyirlər. Burada şu anda önümüzde 1500 tane maşın var. Bizim tek istediğimiz burada bu gümrüklerin çalışması. Rusya tarafı çalışmıyor. Burada arabaların hepsi yıkılmış. Hepsi çok olmuş. Ne yapacağız biz de bilmiyoruz. İstanbul'dan Nijni Novgorod, Rusya Nijni Novgorod'a gidiyoruz. 6 gün önce geldik buraya, sıraya girdik. 6 gündür burada bekliyoruz. 20 gün önce geldim buraya. 20 gün önce hiç buradan durmadan geçtim. 1800 maşin передо мной. Где-то дней. Məndən qarşıda 1600 maşın var. 10 gündür buradayam. Soyuducu işləyir. Hələ ki yanacaq var, işləyir. Yanacaq bitəndə nə olacaq bilmirəm. Geriyə qayıdıb yanacaq doldurmaq da mümkün deyil. Kimə müraciət edirik, gözləyin, işləyirik deyirlər. Bugün 5-ci gündür, yanmışam. Yəni ki, bıraxmırlar. Dedilər ki, bu 2000-2500 maşın nəsərdir yanmayıb. Sən də elə durmalısan. Rus 500 maşın bıraxsa əgər, Azərbaycan 600 maşın bıraxar sutq ərzində. Rus gecikdirir. Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən ATV xəbərə bildirildi ki, uzun növbənin yaranmasına səbəb mövsümlə əlaqədar qonşu ölkəyə keçmək istəyən nəqliyyat vasitələrinin sayının artmasıdır. Problemin yaranmasına digər bir səbəb isə qarşı tərəfin nəqliyyat vasitələrini məhdud sayda buraxmasıdır. Samur gömrük postunun ixrac nəzarət xətti ilə yük nəqliyyat vasitələrinin buraxılışında hər hansı bir problem yoxdur. Qarşı tərəfin buraxılış sayına uyğun olaraq nəqliyyat vasitələrinin keçidi təmin edilir. Hazırda Samur gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və müşahidə olunan sıxlığın aradan qaldırılması istiqamətində bütün zəruri addımlar atılır. Həmçinin qeyd edildi ki, hazırda Dövlət Gömrük Komitəsinin aidiyyatı strukturları sərhəd keçmə prosesinin daha da sürətləndirilməsi üçün qarşı tərəfin müvafiq orqanları ilə danışıqlar aparır. Cəfər Talıb, Səadət Ayaz qızı, Sərxan Mirzəyev, Məhəmməd Hacızadə, ATV xəbər.